Salam. Hər vaxtınız xeyir. 6 aprel OTK-nın 9-cu sinif sınaq suallarına baxaq. Birincidə deyilir ki, vuruqlarını ayır. Vuruqlarını ayır o deməkdir ki, ifadəni hansı şəklində göstərməliyəm. Təbii ki, 3-ü mötərizə xaricinə çıxardaram. Mötərizə xaricinə çıxartsam 3-ü 1 minus 4a-nın kvadratı qalacaq. Mən də belə yazaram. 3, 1 minus 2a yazaram bunu. 1 plus 2a yazaram. Vuruqlarını ayıraram. 1 minus 4a kvadratını. Yəni, birinə kvadratlar fərqi düsturu kimi. 1-in kvadratı çıxılsın. 2a-nın mötərizədə kvadratı kimi yazaram. Cavab D variantı doğrudur. Gəlirəm 32 nömrəli sualda. Nə deyilir? A və B hadisələri üçün Y bölünsün X nisbətini tapmaq lazımdır. Hadisənin baş vermə ehtimalı ilə baş verməməsi ehtimalı istəyir bizdən. Uşaqlar, hadisənin baş vermə ehtimalı ilə baş verməmə ehtimalının cəmi 1 eləməlidir. Əgər bunun baş vermə ehtimalı 0,28-dirsə, baş verməmə ehtimalı 0,72-dir. Yəni 1-dən 0,28-i çıxaram. Eyni zamanda bununla da cəmi eləməlidir 1. 1-dən 0,76-nı çıxsam, burada 0,24 eləyər. Bizə deyir Y bölünsün X-i tap. Yəni 0,72-ni böl 0,24-ə. Vergül hər ikisində eyni sayda olduğuna görə ataram. Hər ikisi 12-yə ixtisar gedər. Burada 6 qalacaq, burada 2, burada da 3 eləyəcək, səhv eləmədimsə D variantı. 33 nömrəli sualda kubun yan səthinin sahəsindən danışır. Biz bilirik ki, kubun bütün üzləri kvadratdır müəllimə. Bu mənim kubum. Bütün üzləri kvadratdır. Kubun tam səthinin sahəsi 6a kvadratı ilə hesablanır. Kubun yan səthinin sahəsi 4a kvadratı ilə hesablanır. Kubun həcminin düsturu A-nın kubudur. A burada tildir. Bir də kubun diagonalının düsturu var. Kubun diagonalının düsturu da A kökdə 3-dür. 9-cu sinif şagirdləri gələn həftənin imtahanı üçün bunları unutmasın. Bir üzünün diagonalından danışır. Bax, kubun diagonalından danışmır ha. Kubun bir üzünün diagonalından danışır. Kubun bir üzü də kvadrat olduğuna görə mənə kvadratın diagonalı lazımdır. Ona kvadratın diagonalını sənə verib ki, 4 kökdəkidir. Şagird də bilir ki, kvadratın diagonalı A kökdəki ilə hesablanır. Bunu 4 kökdəki verib. Kökdəkilər gedəcək, sən demə A-mız 4-dür. Yan səthinin sahəsindən danışır 4A kvadratını. Yəni 4 vurulsun A-mız 4-dür, 4-ün kvadratı. Bu da eləyəcək 64. Variantı A variantı. 34 nömrəli sualda 6da 1 hissəsi dolu olan çənin, deməli dolu hissəmiz 6da 1-dir. Çənin boş qalan hissəsinin həcmi. Boş qalan hissə isə 6-dan 6da 1-i çıxaram. Bu da eləyəcək, neçə eləyir? 6da 5. Hissəsinin cəmindən neçə dəfə çoxdur. Elə 6da 1-i yəni böləcəyəm, daha doğrusu 6da 5-i böləcəyəm 6da 1-ə. Bu da eləyəcək, 6-lar getsə 5 dəfə çox olacaq. Növbəti sual 35 nömrəli sual kifayət qədər sadə bir sualdır. Bütün şagirdlərin yaza biləcəyi bir tipdə sualdır. Kvadratlar fərqi düsturunu yazsam, bir dəfə 402 minus 398, bir dəfə 402 plus 398 yazaram. Bölünsün, məxrəcdə 800-dür, 800-dən işim yoxdur. Toplasam bunları onsuz da 800 eləyir. Çıxsam isə 4 eləyəcək, 800-lərdə ixtisar gedir. 36 nömrəli sual da bütün şagirdlərin yaza biləcəyi sualdır. Amma PDF kimindirsə yazmayıb. Bu nə deməkdir? Bu vicdansızlıq deməkdir. 60 ədədinin 60%. 60-ın 60% o deməkdir ki, 60-ı vurub 60-a bölərəm 100-ə. Bu o deməkdir ki, 36 eləyər. Yəni A ədədim 36-dır. 80 ədədinin 80% nə deməkdir? 80-i 80-ə vurub bölərəm 100-ə. Bu 64-dür. Bu B ədədimdir. A üstə gəlin B-nin kökün altında istəyir. 64 üzərinə gəlinsin 36-dan danışır. Kökün altında 100 eləyər. 100-dən də təbii ki, cavab 10 çıxar. Bunu insan övladı niyə yazmasın ki? Düzdürmü? Niyə yazmasın bunu? Gəlirəm 37 nömrəli suala. Mən bunu mərtəbə qiymətləri kimi açıb burada yazaram. Təklik onluq 100-lük uşaqlar yazaram. 100A. Üzərinə gəlinsin təklik onluq 10B. Üzərinə gəlinsin təklik. Bunu açaram. Təklik onluq 100-lük yazaram. 100A. Üzərinə gəlinsin təklik onluq yazaram. Yenə 10A. 100A. Təklik onluq 100-lük 100B-dir uşaqlar. Bağışlayın. Təklik onluq 10A. Üstə gəlinsin təklik. Yenə üzərinə gəlinsin təklik onluq 100-lük yazaram. 100C. Üzərinə gəlinsin 10C. Üzərinə gəlinsin A yazaram. 100A-nın üzərinə 10A gələrəm. 110A üzərinə də A gələrəm. 111A yazaram. B-ləri toplasam uşaqlar yenə 111B yazaram. C-ləri toplasam uşaqlar 111C yazaram. 111-i mötərizə xaricinə çıxartsam A plus B plus C-dir. Yəni sənə demək istəyir ki, 111 aşağıdakı ifadələrdən hansına bölünür? 9-a bölünməyəcək rəqəmlərin cəmi çünki 3 eləyir. 37-yə bölünür. 111-i 37-yə böləndə 3 qalır. 3 qalır, yoxsa göpə bastım, bəli 3 qalır. 111-i də 3-ə bölsəm yenə də bölündüyünə görə rəqəmlərin cəmi 2 və 3 eləyəcək. Cavab C variantı. 38 nömrəli sual deyə bilərsən ki, 9-cu
sinif səviyyəsində bir balaca maraqlı sualdır. Əgər şagird bunu yazmayıbsa, qismən tutaq ki, haqq verə bilərsən ki, bala, yaza bilməmsən də bunu. Tam hissəsi 1 tamdır. Çünki 2-nin kvadratı 4 eləyər. Bunu aşar. Amma kəsr hissəsi isə kökdə 2-dən ədədin özündən tamını çıxaram. Bu ifadənin kəsr hissəsi budur. Deyir, A ədədi bunun kəsr hissəsinə bərabərdir. 2 minus kökdəki, bu A-nın yerinə gənclər, kökdəki minus 1 yazaram. Üzərindən çıxılsın bir dənə də 1-imiz var. Yəni 2 minus kökdəki bölünsün kökdəki minus -1 ilə -1, -2. Yerləri dəyişik olduğuna görə eyni ədədlər də 1 eləyər, amma yerlər dəyişik olduğuna görə qarşısına -1 ataram. Mənfi ataram. Bunu harda görsək demişdik ki, ağlımıza birinci oxşarlıq gəlsin. Oxşarlıqdan söhbət gedir. Niyə görə M ilə AC bir-birlərinə paraleldirsə, bir tərəfli bucaqlar bir-birlərinə bərabərdir. Eləcə də bunlar. Qamma bucağı da hər ikisində var. Yəni 2 bucaq, 3 bucaq burada da var. ABC 3 bucağında da var. Onda belə çıxır ki, 3 bucaq MBN oxşardır 3 bucaq ABC-yə. Onda müəllimə danışarıq. Kiçik 3 bucağın oturacağının, kiçik 3 bucağın oturacağı 2K-dır. Böyük 3 bucağın oturacağına nisbəti, kiçik 3 bucağın yan tərəfinin böyüyünün yan tərəfinə nisbəti. Böyüyünün yan tərəfi uşaqlar Y deyil. 4 üzərinə gəlinsin Y-dır. K-lar gedər. 4-ü 2-yə bölərəm. 2 qalar. 4 üzərinə gəlinsin Y, 2-ni 3-ə vuraram 6 eləyər. 6-dan 4 çıxsam Y-ım 2 eləyər. Məndən NC-ni soruşur. Cavab 2. 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektoru. Mərkəzi bucaqdan danışırsa uşaqlar, mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabər olduğuna görə elə burada 60 dərəcədir. Onda qövsüm də 60 dərəcədir. Əgər mənə daxilə çəkilmiş bucağı 60 dərəcə versəydi buranı, mənim qövsüm 120 dərəcə olacaqdı. 120 dərəcəni yazacaqdım 24 pi-dir. Amma mərkəzi bucaq söykəndiyi qövsün dərəcə ölçüsünə bərabər olduğuna görə elə 60 da yazdım bunu. Deməli, şərtdə nə deyilir? 60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsini verib ki sənə 24 pi-dir. 24 pi-dir. Bütün çevrəmiz 360 dərəcədir. Bu da pi kvadratı ilə təyin olunur dairənin sahəsi. Buradan yazaram ki, pi kvadratı vurulsun 60 bərabərdir 24 pi vurulsun 360. Pi'lər gedəcək gənclər. 360-ı 60-a bölərəm 6. R kvadratı bərabərdir 24-ü 6-ya vuraram 144. Hansı ədədin kvadratı 144-dür? Təbii ki 12. Bu da sadə sualdır. 41 nömrəli sual. Gəlirsən dərsdə nə qədər suallar işlədirsən, amma sadə bir sualı yaza bilmir şagird. Görürsən? 41-də bu 6 ilə 2-ni boş-boşuna verməyib. 2-yə bölündüyü üçün, yəni sənə demək istəyir ki, kökdəkini mötərizə xaricinə çıxar. Kökdə 6-nı kökdə 2-yə böləndə kökdə 3 eləyir, çıxılsın 1 eləyir. Burada da kökdə 3 üstə gəlinsin 1 eləyər. Kökdəkini saxlayıram. Kökdə 3-ü kökdə 3-ə vuraram 3, 1-i də 1-ə vuraram 1. Cavab eləyər 2 kökdə 2. Axı insan bunu niyə yazmasın? Niyə yazmasın bunu? Hipotenuz sualı. Sadə bir sualdır. 41 nömrəli sual. Hipotenuzu kökün altında 21 verib. Katetləri kökün altında 5 verib. Bura bir dənə x qoyuram. Pifagor müəllimə x-in kvadratı üzərinə gəlinsin kökdə 5-in kvadratı. Kökün altında 21-in kvadratına bərabərdir. Yəni x kvadratı üzərinə gəl 5 bərabərdir 21-ə. 21-dən 5-i çıxaram. 16 eləyəcək. Bundan da 4 çıxacaq cavab. D variantı. Gələk növbəti suala. Bu düsturun 2 dənə açılışı var idi. A-nın kvadratı üstə gəlinsin B-nin kvadratının. Bir dəfə A plus B-nin burada minusun yazaq, burada plusun. A minus B kvadratı üstə gəl 2AB düsturu idi. Bir dəfə də A-nın kvadratı üstə gəl B-nin kvadratı. A üstə gəlinsin B-nin kvadratı çıx 2AB düsturu idi. İndi müəllimə hansından istifadə edeyim? A plus B verildiyinə görə buradan istifadə edərəm. A plus B-nin yerinə 8 qoyaram. 8-in kvadratı çıx 2 vurulsun 3. Yəni 64 çıx 6 eləyər. Cavab 58 eləyəcək C variantı. 44 nömrəli sualda mən baxıram ki, bu S-nin iş daxil olduğu kuruq heç birində yoxdur. Yəni S-ni bunlardan qopardıb çıxartmışam. S-ni bunlardan da qopardıb çıxardıb birləşməsindən A variantı doğrudur. 45 nömrəli sualı insan övladı niyə yazmasın? Niyə yazmasın? Niyə yazmasın? Yenə də sual verirəm. Hər tərəfi 3-ə vuraram. Bax, birincinin hər tərəfini. Çünki y-ların əmsalları eyni olsun deyə. Bu 9x eləyər. Bu 3y eləyər. Bu da 9 eləyər. Mən bunun birincisi ilə buna baxacağam. Yəni bunların ikisini tərəf-tərəfə toplayaram. 3y-lar gedər. 9x-in üzərinə 2x gəlib 11x yazarıq. 9-un üstünə 13 gəlib 21 yazmaq olmaz. 22 yazardıq. 22-ni də 11-ə bölsəm x-im 2 eləyər. Gətirib x-in yerinə burada 2 qoyum. 3 dəfə 2 6 çıx y bərabərdir 3-ə. 6-dan da 3 çıxsam y-ım 3 eləyər. 3-dən 2-nin cəmini istəyir bizdən. Cavab 5 eləyər. Gələk növbəti suala. 46 nömrəli sual. Belə qarşı durmada da hər zaman dediyimiz nədir? Bu A-mız öz qarşısındakı 2K-dır. B-miz öz qarşısındakı 3K-dır.
Buradakı B-miz öz qarşısındakı 4K-dır. C-miz öz qarşısındakı 5K-dır. Əmsallar fərqli ola bilməz, eyni olmalıdır. B burada 4, burada 3-dürsə, hər ikisini 12-yə gətirmək lazımdır. Bunu 12-yə gətirmək üçün 3-ə vuraram. Bunu 12-yə gətirmək üçün 4-ə vuraram. Özdə hər ikisini eləyirəm. Birinin başına nə oynaçıramsa, digərinin də başına oynaçıram. Bu 12K eləyər. Bu 15K eləyər. Bu 8K eləyər. Bu da 12K eləyər. Hə, indi düz oldu. ABC cəminin ən kiçik qiymətindən danışır. A-mız 8-dir. Ən kiçik qiymət, yəni K-nın yerinə 1 götürərik. B-miz 12-dir, C-miz 15-dir. Cavab eləyəcək 35. 47-də A parametrinin hansı qiymətində ədədinin nə? 18 dənə sadə vurğu var. Sadə vurğudansa sadə bölən desəydi məncə daha maraqlı misal olardı. Sadə vurğu o deməkdir ki, uşaqlar, mən 4-ü 2 vur 2 yazaram. 21-i isə 3 vurulsun 7 yazaram. Üzərində də A yazaram. 18 dənə sadə vurğu olsun deyir. Bu 2 dənə sadə vurğum var. 2 dənəsini sildim. Deməli, yerdə qalan bu isə 18-dən bu 2-ni çıxsam 16 dənə olmalıdır. Bunun da 16 dənə sadə vurğu olması üçün 4 dənə bundan olmalıdır, 4 dənə bundan olmalıdır. Deməli, müəllimə A-mız eləməlidir 4 üstəgəliniz. Daha doğrusu 4 dənə deyirəm, 8 dənə eləməlidir. 8 dənə bu, 8 dənə də bu eləməlidir ki, 8 üstəgəl 8, 16 eləsin. Yəni, müəllimə, belə çıxır ki, A-mız 8 dənə olmalıdır ki, ümumi cəmimiz 18 eləsin. Gələk 48 nömrəli suala. 48-də nə deyilir? Deyilir ki, çevrənin mərkəzi koordinatı. Birincinin kvadratını vermişik, birinci və ikinci hasilinin 2 mislini vermişik. 2 misli varsa uşaqlar yerdə bir dənə 9 qalır. Üzərinə gəlinsin y kvadratı, çıx 12y. Bunların da xırdalıqlarına girmirəm. Çünki sadə suallardır. Üstə gəlinsin 36. Yəni, yaxşı girmirəm dedim, amma qoy, girək. Yəni, birinci və ikinci hasilinin 2 misli. 6-nı 2-yə ayırsan, yerdə qalır 6-nı 2-yə bölsəm 3 vurulsun 1 hissəsi qalır. 1-in kvadratını burada verib 3-ün kvadratını 9-u burada yazarsan. 12-ni yazaram 2-yə bölsəm 6 eləyər. Yerdə də qalacaq 6 vurulsun 1 şəklində. Çünki bunun 1-in artıq burada yazıb. 6-nın kvadratını da burada yazdım. 9 üstəgəl 36. 9-un üstə 36 neçə eləyir? 45 eləyir deyəsən. Özümdən 45 əlavə eləmişəmsə, misaldan bir dənə 45 çıxıram. Çıxılsın bir dənə 4 də yazıram bura. Bərabərdir 0. Misalın bir hissəsi müəllimə, bu hissəsi. X üstə gəlinsin 3-ün kvadratının açılışıdır. Misalın bu hissəsi müəllimə. Y çıxılsın 6-nın kvadratının açılışıdır. Bu mənfi 49 eləyər. 0-ın yanına aparıram müsbət 49. Bizim mərkəzi koordinatımız mötərizələri 0-a çevirən qiymətdir. X üstə gəl 3-ü 0-a çevirən qiymət mənfi 3-dür. Bunu da 0-a çevirən qiymət 6-dır. Cavab mənfi 3-dən 6. Yəni mənfi 3-dən 6-nın cəmini istəyir. Cavab 3. Bu da radiusdur. R kvadratı 49-dursa R-miz 7 idi. Əgər radiusu istəsəydi, istəmir. Bunu soruşur bizdən. V7 yazaram. V7'e görə x1 üstə gəl x2 diskriminanta ehtiyac yoxdur. Gördüyünüz kimi diskriminantı 20'dir burada. Kök çıxmır. x1 üstə gəl x2 6'dır. Hasilimiz isə 4'dür. Gətirib yerinə qoyaram. Cəmimiz 6 eləyər. Kökün altında hasilimiz də 4 eləyər. 4'dən də kök 2 çıxar. 6'nı 2'yə bölsəm bəxtəbəxt deyəsən cavabımız alınıb. Nə edib? Cavab 3. 50 nömrəli sual. Bunları həll eləməyin yolu hansı ədədin kvadratı 11'ə bərabərdir müəllimə? Hansı ədədin kvadratı 11'dir? Kökün altında, müsbət kökün altında 11-dən mənfi kökün altında 11-in. Ədəd oxunda qeyd eləyirik bunu. Mənfi kökün altında 11 yazaram, müsbət kökün altında 11 yazaram. İntervala bölərəm. 0 versəm bunların aralığından, 0-ın kvadratından 11 çıxsam mənfi, müsbət, müsbət. Mənə mənfi olan hissəni istəyir. Bu mənfi 3 tam neçəsədir, bu müsbət 3 tam neçəsədir. Ən böyük həllimiz təbii ki 3 olacaq burada. Gəlirəm, iti bucaq olarsa n-in ən böyük qiymətini tapmaq lazımdır. Uşaqlar, bu iti bucaqdırsa 32 üstə gəlinsin 4n dərəcə ilə verilibsə, iti bucaq 90 dərəcədən kiçik olmalıdır, 0 dərəcədən böyük olmalıdır. Və yaxud da elə bunun bir tərəfini həll eləsəm kifayət eləyəcək ən böyüyün soruşduğuna görə. 4n kiçikdir, 90-dan 32 çıxanda neçə eləyir? 58 eləyir deyəsən. 58-i ilə 4-ə bölsəm 14 tam, 4-də 2 eləyir. Ən böyük tam qiyməti 14 eləyər. Gəlin 52 nömrəli suala. Funksiyasının təpə nöqtəsinin koordinatları bu olarsa. Deməli, mənim funksiyamın ümumi formulu belə idi. X minus m-in kvadratı üzərinə gəlinsin n idi. A-nı bilmirəm. X minus m-miz 3-dür. Kvadratı üzərinə gəlinsin 5 yazıram. Bu mənim ümumi funksiyam. Ordinat oxunu bu nöqtəsində kəsir. Yəni, demək istəyir ki, x-a 0 versən, y-ı 23 almısan. Bu da eləyər gənclər 0-dan 3 çıxaram. Mənfi 3 kvadratı 9a eləyər. 23-dən 3 çıxaram. Bağışlayın 5-i çıxaram 18. 18-i 9-a bölsəm a-mız 2 eləyər. Mənim funksiyam bu imiş. 2x minus 3-ün kvadratı üstə gəl 5. A-nın b-miz hanı bəs? Hə, b-miz mötərizənin vurbaşılmasıdır. Birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı, üstə gəl 5. Bu da eləyər 2x kvadratı minus 12x, üstə gəl 18, üstə gəl 5. Birbaşa yazım 23. Yəni, bizim b-miz mənfi 12-dir. A-mızı neçə tapmışıq? 2. Mənfi
A-mızı birinci soruşur. 2 çıx mənfi 12-ni soruşur səndən. 14. Bax, buna da fikir verin. A minus B-ni soruşur bizdən. Gələk bu suala. 53-də kəsəndən danışır deyəsən, hə? AB hanı AB? Buranı 6 verib, BD-ni 3 verib, buranı 3 verib. Bəli, toxunandan kəsən deyəsən. SY 3-dür, burada 3 verib. NY bərabərdir MY-yə. Bura bir dənə X qoysam, burada bir dənə X qoyaram. Burada bir dənə Y qoyaq. Uşaqlar, toxunanın kvadratı bərabər idi, 6-nın kvadratı. Çöldə qalan hissə vurulsun bütün bu parçanın uzunluğu. Bütün parçada ki 3 üstə gəl 3, 6 üstə gəl Y-dır. 36-nı 3-ə böləndə neçə edir? 12 eləyər. 12-dən də 6 çıxsam bu Y-ım 6-dır. M-in parçasının uzunluğundan danışır. 2 dənə vətərin kəsişməsindən, yəni 3 vur 6 bərabərdir, X vur X-a, X kvadratı 18-dirsə, X kökün altında 18-dir. 9 vurulsun 2 kimi yazsam, 3 kökdəki. Səndən 2X-i soruşur. Yəni 3 kökdəki üstə gəl 3 kökdəkini soruşur. Cavab 6 kökdəki. Həsənin 13 yaşı var. Yusifin isə 7 yaşı var. Bu 13 yaşı olsun, bu da 7 yaş. Neçə ildən sonra deyirsə, bunun da yaşı X vahidi artar, bunun da yaşı X vahidi artar. Həsənin yaşı Yusifin yaşından 1,5 dəfə çox olar. Həsənin yaşı 13 üstə gəl X, Yusifin yaşından 1,5 dəfə çox olar. Buradan da yazaram 13 üstə gəl X bərabərdir. 7-ni 1,5-ə vursam 10,5 eləyər. Üstə gəl 1,5X. 1,5X-dan X-i çıxsam 0,5X bərabərdir 2,5-ə. X-im də 5 eləyər. Sən demə 5 ildən sonra. Bütün diagonallarının sayını 9 verib. Özə dəfələrlə deyilib ki, n tərəf sayıdır, diagonal sayı deyil. N-in üstündə 9 yazmırsan. Bütün diagonallarının sayı n vurulsun n-3 böl 2-dir. Bərabər 9 burada yazırsan. N tərəfdir. 5 bucaqlı, 6 bucaqlı, 10 bucaqlı. N vurulsun n-3, 9-u 2-yə vuraram 18 eləyər. Ya kvadrat tənliklə tapın, ya da şifahi tapın. N 6 edir. Deməli, 6 bucaqlıdan söhbət gedir. 6 bucaqlının da bir daxili bucağı 120 dərəcədir. Yox, əgər bilmirsənsə şifahi, 180 vurulsun n-2 bölünsün n-lə hesablayarsan. 180 vurulsun, 6-dan 2 çıxaram. N-lərin yerində burada 6 qoyursan. 4 böl 6. Bu da 120 eləyəcək. Bu qədər gənclər, növbəti sınaqlarda görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.